Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir. Bu gün sizlərlə elektrik sahəsində maraqlı bir məsələnin izahına baxırıq. Sualımız bundan ibarətdir ki, elektron bircə elektrik sahəsinə qüvvə xəttləri istiqamətində daxil olur və 16 millimetr məsafədə sürəti 3 dəfə azalır. Sahəyə daxil olan anda onun kinetik enerjisi 9 elektrovolt olmuşdur. Sahənin intensivliyinin modulunu bizdən istəyir. Deməli, mən birinci verilənləri yazıram. Məsafə. Birinci verirəm ki, ilkin məsafə verib bizə nə qədər? 16 millimetr, metrə çevirəndə yazıram. 16 vurulsun -3 metr. Aha. Sürəti 3 dəfə azalır. Yəni 16 millimetr məsafədə sürəti 3 dəfə azalır. Nə deməkdir? V1 bölünsün V2 bərabərdir 3 yazıram. Nisbət kimi yazıram. Aha, sahəyə daxil olan anda onun kinetik enerjisi 9 elektrovolt. Yəni birinci halda bunda yazıram Y kinetik 1 bərabərdir 9 elektrovolt olmuşdur. Bizdən nə istəyir? Bizdən istəyir intensivlik nə qədərdir? Aha. Deməli uşaqlar, biz burada intensivlik tapmaq üçün biz görülən işi tapmalıyıq. Görülən iş bilirik ki, kinetik enerji haqqında teorem. Yəni nə deməkdir? Kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. Yəni A bərabərdir delta Y kinetik. Bərabərdir. Yazıram. YK2 çıxılsın Y kinetik 1. Yəni Y kinetik 2 çıx Y kinetik 1. Mən buradan kinetik enerjinin birinci bilirəm 9 elektrovoltdur. Mən kinetik enerjinin ikinci qiymətini bilmirəm. Neynəməliyəm? Sürətlərin nisbətindən kinetik enerjini tapmalıyam. Bilirəm ki, kinetik enerji, yəni sürətin kvadratından düz asılıdır. Yazıram Y kinetik 2 bölü Y kinetik 1 bərabərdir. V2 bölünsün V1-in nəyi kvadratından asılıdır. Burada nisbətləri yerinə yazanda, yəni V1 bölü V2 yazıram ki, buradan Y kinetik 2 bölünsün Y kinetik 1. Y kinetik 1, daha doğrusu Y kinetik 1-in yerinə də 9 yazıram. Mən burada nisbətləri düz yazmadım. Daha doğrusu hesablamaq üçün biraz çətinləşdir. Hesablama asan olsun deyə elə V1 bölü V2 YK1 bölü YK2 yazıram. Aha. Deməli, belə yazacağam. Yazacağım. Y kinetik 1 bölünsün Y kinetik 2 bərabərdir. V1 bölünsün V2-nin nəyi? Kvadratı. YK1 bilirəm 9 elektrovoltdur. Bölünsün YK2-ni axtarıram. Bərabərdir. V1 bölü V2 3-dür. Kvadratı eləyəcək 9. Buradan tapıram. Kinetik enerji, ikinci kinetik enerji nə qədər olub? 1 elektrovolt olub. Və mən buradan görülən işi tapıram avtomatik. Buradan bərabərdir. Görülən işi tapıram. A-nı tapıram buradan. A bərabərdir. Yəni nə qədər? 1 elektrovolt, yəni çıxılsın 9 elektrovolt. Bu da bərabərdir. Bizə verir -8 elektrovolt. Deməli, mən işi tapdım. Gəlirəm, qoyuram. İntensivlik indi işdən necə taparam? Mən bilirəm ki, intensivlik A bərabərdir Q, Y, D düsturundan. Buradan mən intensivliyi tapa bilərəm. İntensivlik Y bərabərdir A bölünsün Q vur D-dir. Hə, elektronun yükünü də yazmadıq. Elektron yükü bərabərdir -1,6 10 üstü -19. Aha, buradan hər şey var. Deməli, A nə qədərdir? -8 elektrovolt. Bunu çevirirəm. 1,6 10 üstü -19 yazıram. Bölünsün Q-nün yerinə yazıram. -1,6 10 üstü -19 vurulsun D də 16 vur 10 üstü -3'dür. Bərabərdir. Mənfilər getdi, 1,6'lar getdi, qaldı 8 bölünsün. 16, 10 üstü -3. Cavab eləyir. Deməli, 800-də 16-ya böləndə cavab elədi 500 volt bölünsün metr. Aha. İndi mən bunu yazdım. Gəlin görək. Bunun şəklini də izah eləyək. Şəklini də göstərək. Şəkli necə yönələcək. Yəni, elektron qüvvə xətləri istiqamətində yenə necə yönələcək ona baxaq. Aha.
Ə, deməli, biz bilirik ki, elektron mənfi yükdür, düzdür? Və intensivlik ə, oxları, xətləri istiqamətində daxil olarsa sahəyə. Ta ki, deyək ki, belə bir şəklimiz var. Şəkli fərz eləyək ki, intensivlik vektoru belədir. Bizə bilirik ki, intensivlik vektorları müsbətdən mənfiyə doğru yönəlir. Bu tərəfi müsbət, bu tərəfi mənfi yükdür. Və elektron da mənfi yükdür. Mənfi yük intensivlik xəttləri istiqamətinə yönələndə sürəti belə olacaq. İndi buna təsir edən elektrik qüvvəsi isə mənfi müsbəti cəzb etdiyinə görə elektrik qüvvəsi olacaq sola və elektron sahədə bərabər yavaşayan hərəkət edəcək.